Baxıram dərd boşalıb, ev boşalıb, un tükənib, yağ tükənib, ət qutarıb, qət qutarıb, aylığını ev verməmişəm, ses kəsilib, net qutarıb, boxsada konfet qutarıb, çay da bitib, qonşu verən pay da bitib, mərcələ yayda bitib, yayda deyil, mayda bitib, ac qarına ay da bitib, il dolanıb, dil dolaşıb, əl bulaşıb, ta ki qarın hətta aşıb, göz də çaşıb, meyvələrin rəngi çıxıb yaddaşımızdan, başımızdan, aşımızdan üzülüb əl, nə umaq qardaşımızdan ki, o bizdən də betərdi, soruşarsan nə təhərdir, nədir dərdi, deyərəm ömrə hədərdir, sosial yardımın almır, cibinə pensiya salmır, işi yoxdur, dişi yoxdur, evinin büştüşü yoxdur, demək ki, fəhləlik etsin, əşi yoxdur, edə bir fəhləliyyət da kişi yoxdur, nə də pis vərdişi yoxdur ki, deyim ya ki filandır, bu kasıblıq bir ilandır, can alandır, adamı dərdə salandır, elə ki girdi kasıblıq qapıdan iman açır pəncərəni, açdı qatır pəncərədən, ta ki uçur pəncərədən. Bir də görürsən ki, qəza oldu namaz, qaldı namaz, soldu namaz, ta ki qəza taxtasına doldu namaz, onda bilərsən ki, kasıblıq nə ki dünya alacaq cənnəti əldən. Amma cənnət uzaq olmaz hacıgildən ki, hacı fərqlənir eldən. O da məmur kimi sanduqa yığır pullarını, dollarını, dollar açır qollarını, yollarını, sağlarını, sollarını, səhhət onun, rəhmət onun, neymət onun, minnət onun, işlət onun, şöhrət onun, qüdrət onun, fürsət onun, cənnətə də qismət onun, məmur ola ya da ki millət vəkili hamı işin qaydaya salmış, pul ilə cənnəti almış. Fəqət ancaq iki dünyada cəhənnəm bizə qalmış.